Digər məsələ ola bilər ki, daşınmaz əmlak yatırımı var. Bu da insanların, səbirli insanlar üçün çox əlverişli ola bilər. Bunların da dostlar, ümumi deyilir daşınmaz əmlak yatırımı, amma bunun da böyük növləri var. Daşınmaz əmlak yatırımı ola bilər ki, ev ola bilər, obyekt ola bilər, kirayə mənzil üçün verilən evlər ola bilər və ya alıb sonradan gəlirə çıxmaq məqsədi ilə tutulan və gözləməsi müddəti böyük olan evlər ola bilər. Bundan başqa torpaq sahələri ola bilər ki, bu əkinə yararlı da ola bilər və ya ev və ya obyektlərin tikilməsi üçün yararlı torpaq sahələri və s. Yəni burada çeşid çoxdur və o çeşid insanların gözləmə dərəcəsi nəzərə almaqla, onların durumu, ailə vəziyyəti, psixologiyası, emosional vəziyyəti və s. bu kimi hallar nəzərə alınmaqla onlara yəni investisiya konsultasiyası məsləhət görülə bilər. Bəs sən necə düşünürsən? Sərvət qurmaq çoxlu pul qazanmaqla mümkündür, yoxsa ağıllı idarə etməklə? Şərhdə sən də fikirlərini yaz. Videonu like ilə paylaş ki, bu məlumatlar çoxları üçün əlçatan olsun. Növbəti videoda görüşənədək.